İnsan özünü güdməyincə boşluqlarını görə bilməyəcək. Başqa bir ayədə vurur, misal üçün Hucurat surəsində və la təcəssəsu. Cəssusluq eləməyin, insanların hər əməllərini güdməyin. Görəsən bu xəlvətdə nə edir? Deyir ki, özünü güd, özün bax xəlvətdə nə edirsən. Cəmiyyətə çıxanda bəzən cəmiyyətin qınağından olan qorxu, burada bu eləsə istəsəm də eləyə bilməyəcəm. Ona görə xəlvətdə özünü güd. Nəfsini həmişə güd, gör azad olanda o nə edir? Azad olanda nə edirsə, heç nədən qorxusu olmayanda o nə edirsə, sənin mahiyyətin ondan ibarətdir. İş yaxşı ola bilər. Amma işin yaxşı olması və mənim də o işi icra etməyim mənim yaxşı olmağım demək deyil. Həzrət Əli namaz qılır misal olaraq. Əbuzər Qəffarı namaz qılır və mən də namaz qılıram. Həzrət Əli əleyhissalamın keyfiyyəti necədirsə onun namazı o cürdür.